Salam, hər birinizi xoş gördük. Əziz Dövlət Qulluğu Müsahibə Mərhələsinə və digər qurumların müsahibə mərhələsinə hazırlaşan şəxslər, mən bu video vasitəsilə sizlərə nə iridir sualınacağını baxacağıq. Bilirsiniz ki, bu dünya görüşü hissə 2-dir. Hissə 1-ə baxmaq üçün şərh hissəsində qeyd etdiyim video vasitəsilə linkə daxil olursunuz və sizi aparacaq məhz dünya görüşü part 1, yəni birinci hissəyə. Birinci hissədə nədən danışmışdıq? Azərbaycanda milli qəhrəmanlar, İlk milli qəhrəman kimdir, vəfat etmişlər, sağ olanlar və digər milli qəhrəmanlar haqqında birinci videoda danışmışdım. Artıq bu ikinci videodur və ikinci videoda da mən nə ildirdən danışacağım. Kanala abunə olmağı unutmayın ki, dünya görüşü videoları yüklənəndə xəbəriniz olsun. Neysə, vaxt itirmədən gəlin yavaş-yavaş başlayaq. 1. Gəlin bir cədvəl quraq istəyirsiniz. Mən yazılışını siz də özünüz yazın. Nə ildir? Deməli, və səbəbi. Gəlin səbəbi biraz daha geniş şəkildə qeyd edək, düzdürmü? Və səbəbi. Orada cədvəl qurmayanlar var. Bu cədvəl qurulur və dünya görüşü üçündür. Deməli, gəlin baxaq. 2025-ci il. 2025-ci il nə idi? Deməli, burada bir cədvəldə bəzi yanlışlarımız var. Burada yazaq il, düzdürmü? Yazaq burada il, yazaq burada nə ilidir? Və səbəbi. Cədvəlimiz daha düz oldu mu? Baxın, görürük daha ətrafı düşür cədvəl. Super. Deməli, ilimiz nə idi? 2025-ci il. Nə idi? Konstitusiya və suverenlik ili. 2025-ci il Konstitusiya və suverenlik ilidir. Niyə? Çünki Konstitusiyanın 30 illiyi, suverenliyimizin isə 5 illik olması münasibətilə. Düzdürmü? Deməli, bunu biz başa düşmə insanlar ola bilər. Konstitusiyanın 30 illiyi, 1995-ci ildə Konstitusiya qəbul olundu. 2025-ci ildə bu 30 il edir. Suverenliyimiz də 2020-ci ildə bərpa etdiyimizə görə suverenliyimizin 5 ilinə münasibətilə. Belə bir cədvəl qurdum. Sonra 2024-cü il. Nə ildir? Yaşıl dünya naminə həmrəylik ili. Düzdürmü? Səbəbi? Yox, səhv deyirsən. COP29-a görə yox. Səbəbi bizə nədir? Ekoloji, gəl yazın, özdə qeyd edeyim. Çalışın biraz qısa qeyd tutsun. Ekologiyanın ətraf mühitin təsir imkanlarının azaldılması. İstəyirsiniz yeri qalma özüm deyil. Çox var yer tutmasın. 2024 yaşlı dünya naminə həmrəyliyidir. Mən sizinlə razıyam. COP29-dan Azərbaycanda COP29 məhz 2024-cü ildə keçirilmişdir. Amma biz onunla bağlaya bilmərik ki, 2024-cü il məhz COP29-a görə adlandırılmışdır. COP29-un bizə bəxş etdiyi, bizə verdiyi mövzulara əsasən 2024-cü yaşlı dünya naminə həmrəyliyidir. Məsələn, deyirəm ki, ekologiyanın ətraf mühitin təsir imkanı azaldılması, ekologiyanın inkişafı, ətraf mühitin çirkləndirilməsinin qarşısı alınması və yaxud da ki, hər hansısa bir eləkdə COP nə deməkdir? Conference of the Parties, yəni tərəflərin konferansında həll edilən mövzular yoxdur. Məsələn, sizə ümumiləşdirilən nə deməkdir? Tutalım ki, aspektdə buzulan əriməsinin qarşısı alınması, atmosfer havasının çirklənməsinin qarşısı alınması, ümumiyyətlə ekologiya sahəsində edilən bir məsələlərdir. Ona görə məhz yaşlı dünya naminə həmrəylik ili adlandırılır. Yəni, mən də sizə müsahibə sual versə, mən dediyim desəz kifayətdir. 2023-cü il nədir? Heydər Əliyev ildir. Niyə Heydər Əliyev ildir 2023-cü il, yoldaşlar? Çünki 100 illiyi münasibətilə. Axı, Heydər Əliyev 1923-cü ildə mi olmuşdu? Doğrudur mu? Daha sonra 2022 nə idi? Şuşa ilidir.
Niye Şuşa ile 2022? Orada festival keçirildi, tədbir keçirildi dediğinizi eşidirəm, amma o değil. Çünkü Şuşa şəhərinin 270 illiyi münasibətilə Ay müəllim, 270 il aradan çıxdı deyə sual versəniz, axı Qarabağ xanı kimdir? Pənahəli xan. Pənahəli xan tarafından Şuşa şəhəri 1752-ci il əsası qoyulmuşdur. Düzdürmü? Qarabağ xanı Pənahəli xandır. Pənahəli xan tarafından Şuşa şəhərinin əsası 1752-ci ildə qoyulmuşdur. 1752-dən 2022-ni çıxsan və tərsini mən biraz məntiq məlim zəif olub, tərsinə çıxsan illər 270 il. Yəni bundan bunu çıxsan. Ona görə də 270-ci ildə Şuşa ili elan olunmuşdur. Siz məntiq özgürlüksə kalkulyatını hesablama edə bilərsiniz. Sonra 2021-ci il nədir? Nizami Gəncəvi ili. Niyə 2021 Nizami Gəncəvi ili? Səbəbi neçə il idi? 850 ildə. Yox, 880 illiyi münasibətilə. 880 illiyi münasibətilə. Aha. Sonra 2020 nədir? Könüllülər. Könüllülər biz nə deyirik? Tuzlu işləyənlər. Deməli, niyə könüllülər deyir? Bax, çünki gənclərə qayğı, gənclərə dövlət qayğısına göstərilməsi, onların inkişafının təmin olunması məqsədi, inkişafının təmin edilməsi məqsədi ilə 2021-ci il könüllülər ili elan edilmişdir. Deməli 2022, 2021, 2020, 2019. 2019 nədir? Nəsimi idi. Niyə 2019 Nəsimidir? Çünki Nəsimin 650 illiyi münasibəti ilə. Heç sizə baxmaram, qeyd edə bilirsiniz. 2018 nə idi? Azərbaycan Xalq Cumhuriyyətidir. O günlər bir nəfər sual verirəm ki, müsahibə qrupundayıq. Bir nəfər sual verirəm ki, xanımdır da əlbəttə. Sual verirəm ki, 2018 nə idi? Müsahibə deyirəm, xoruz ili dedi, ya ilan ili dedi. Dedim, o nə deməkdir? Deyirəm, o nəzər tutmuşsunuz. Axı, sən də o deyəndən sonra mən bilirəm ki, eyni zamanda büdcədən əlavə olaraq filan illər, məsələn 2017-də xoruz ili, 2018 nə bilim də canavar ili, belə şey də var axı. Bu deyir ki, 2018-ci il mən xoruz ilidir, ya da hüşq ilidir, hər bir söz deyir. Dedim, dərələr danışmayın, sənə bunu nəzərə tuturam. O da gəlib o nəzərə tutur. 2018-ci il Azərbaycan Xalq Cumhuriyyəti ilidir. Niyə? Aydın məsələdir. 1918-ci il AXC əsası qoyulduğuna görə 100 illik münasibəti ilə. Fikir versiniz 100 illik yerdə olur. Sizə sual verirəm müsahibədə. 100 illik hansı illərdə? Yaxşı. Deməli, 2017. Hamısını yazmayacağım, sadəcə bəzən yazdım. 2017 nə idi? İslam həmrəylik ili. 2017 İslam həmrəylik ili. Mən razıyam sizdən. 2017-ci ildə Azərbaycanda İslam həmrəylik oyunları keçirilmişdir və onunla bağlılığı var COP29-da olduğu kimi. Sadəcə İslam həmrəylik ilində söhbət ondan gedir ki, Azərbaycanda həmrəylik nümayiş etdirilməsi ümumiyyətlə İslam həmrəyliyində Azərbaycan dövlətinin müstəsna roluna görə məhz 2017-ci ildə İslam həmrəyliyi ili elan olunmuşdur. Nə oldu? 2017 İslam həmrəyliyi idi. İslam həmrəyliyi təmin olunmasında, sağlanmasında Azərbaycan rollarına görə. İstəyirsə onu qeyd edeyim. Direkt qısaca deməli. Azərbaycanın roluna görə. ...2016 nə idi? Multikulturalizm ilidir.
2016-cı ilin multikulturalizm ili nə idi? Deməli, multikulturalizm nə demək? Ümumiyyətlə, ola bilsin ki, bu açıqlamasında bilməyən namizədlər var. Multikulturalizm adət-ənənələrdir. Məsələn, Azərbaycan adət-ənənələri eyni zamanda başqa bir dövlətin adət-ənənələri olmalıdır. Hər bir dövlətin özü məxsus adət-ənənələri var. Multikulturalizm o demək ki, bu adət-ənənələrin qorunması, saxlanması, inkişaf etdirilməsi, adət-ənənələrin bir-birilə qarşılıqlı əlaqəsi, məhz bu nəzərdə tutulur. Azərbaycanda 2016-cı ilin məhz ona görə multikulturalizm elan olunmuşdur ki, bu adət-ənənələri yaşatmaq, inkişaf etdirmək, qarşısına qalmaq, gəncləri, təhsil alanları, uşaqları adət-ənənələr ruhunda bu ruhda tərbiyələndirmək, böyütmək məqsədilə bu il elan olunmuşdur. Əslində 2009-a qədər davam edə bilər, amma artıq mən düşünürəm ki, 2016-ya qədər bizə kifayətdir. Sizə imtahanda uğurlar arzu edirəm. Kanala abunə olmağı unutmayın ki, məhz belə dünya görüş videoları yüklənəndə xəbəriniz olsun. Növbəti videolarda görüşərik.